Salam, əziz auditoriya iştirakçıları, hər birinizi xoş gördük. Mən Əhmədova Tərənnə Sayət qızı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Maliyyə və Mühasibat Kafedrasının müəllimi. Mən bugün sizə maliyyə nəzəriyyəsi fənnindən daha bir mövzunu, dövlət büdcəsi mövzusunun mühazirəsini söyləyəcəm. Mövzu üzrə plan hazırlaşmışdır və plan üzrə ekranda slaydlar təqdim olunur və sonda adəti üzrə deməli mövzuya dair tövsiyə olunan ədəbiyyatların siyahisi verilmişdir. Mən ötən dərslərimizdə də xatırlatmışdım ki, dövlət büdcəsi maliyyə nəzəriyyəsi fənninin belə deyək, ən həlledici mövzularından biridir. Yəni dediyim kimi bizə bölünən, bizə ayrılan saatlarda mövzuların öyrənilməsinin yekun nəticəsi kimi məqsəd ondan ibarətdir ki, biz dövlət büdcəsinin əsas maliyyə planı kimi, illik maliyyə planı kimi gəlirlərini, xərclərini, büdcə kəsirini, büdcə quruculuğunu, prosesləri, büdcə təsnifatı və s. dərindən öyrənə bilək. Niyə? Sualın cavabı olaraq mən öz fikrimi bildirirəm ki, dövlət büdcəsi, dövlətin digər atributları kimi, yəni əsas, belə deyək də, əhəmiyyəti böyük olan bir atributdur. Dövlətin xəzinəsidir, dövlətin maliyyə planıdır. O, dövlətin maliyyə və iqtisadi siyasətinin əsas alətlərindən biridir. Belə ki, dövlət büdcəsi ölkədə ictimai, sosial, iqtisadi və digər sahələrdə deməli fəaliyyətinin maliyyələşdirilməsini təmin edir. Bildiyimiz kimi hər bir dövlət, yəni eləcə də Azərbaycan Respublikası öz funksiyalarını, yəni dövlətin funksiyalarını yerinə yetirmək üçün dediyim kimi xəzinəyə, böyük kassaya, yəni böyük maliyyə bazasına malik olmalıdır. Belə olmadan dövlət geniş təkrar istehsalının ehtiyaclarının ödənməsini, eləcə də vətəndaşların sosial mədəni tələblərinin ödənilməsini və digər xərclərin ödənilməsi üçün belə deyək də çətinlik çəkə bilərdir. Yəni dövlətin güclü xəzinəsi olmalıdır. Dövlət büdcəsindən danışarkən yekun olaraq sadə dildə desək, dövlətin kassasına nə qədər pul girəcək və oradan nə qədər pul deməli çıxacaq, nə qədər pul girəcək, nə qədər pul xərclənəcək və hara xərclənəcək, onun üzərində nəzarəti və yəni yoxlamanı aparmaqdan ibarətdir. Mən indi funksiyaları, dövlət büdcəsinin funksiyaları barəsində sizə məlumat vermək istəyirəm. Dövlət büdcəsi iqtisadi kateqoriya kimi maliyyənin öz funksiyalarını özündə əks etdirir. Yəni, lap əvvəldə dediyimiz kimi, əvvəlki dərslərdə dediyim kimi, maliyyə bölgü, yenidən bölgü və nəzarət funksiyalarını yerinə yetirir. Bölgü funksiyasının sayəsində pul vəsaitləri dövlətin əlində mərkəzləşir və onlar birmənalı olaraq ümumdövlət ehtiyaclarının ödənilməsi məqsədi ilə istifadə olunur. Və onun fəaliyyət sferası belə müəyyən edilir ki, ictimai istehsalın bütün iştirakçıları dövlət büdcəsi ilə münasibətdə olurlar. Yəni, nə deməkdir bu? Bu o deməkdir ki, müəssisələr vasitəsilə qazanılmış gəlirin bir hissəsi
vergi şəklində dövlət büdcəsinə formalaşır və maliyyə resurslarını mərkəzləşdirir. Nəzarət funksiyası isə yenə də maliyyənin funksiyasına qayıdırıq. Pul fondlarının yaradılmasına, istifadəsinə, təsərrüfat subyektlərindən, yəni müəssisələrdən daxil olan dövlətin sərəncamına daxil olması, onun həcmi və yaxud tələbata uyğun gəlib gəlməməyi barəsində bizə belə deyək bir plan kimi xəbərdarlıq edir və yaxud yoxlamanı təmin edir. Yəni nəzarət birbaşa bütün baş verən maliyyə münasibətlərinin yoxlanması deməkdir. Biz bir neçə dəfə deməli qeyd etdik ki, büdcə məhz gəlir və xərclərdən ibarətdir. Ölkənin gəlir və xərclərdən ibarət olan maliyyə bazasıdır. Plan üzrə ikinci sualımız deməli Azərbaycan Respublikasının büdcə quruculuğu və büdcə sistemidir. Ümumiyyətlə büdcə quruculuğundan danışarkən qeyd etməliyik ki, büdcə quruculuğu məhz büdcənin deməli tərkib hissəsi olaraq, yəni büdcə sistemidir. Bütünlüklə büdcə sistemidir. Yəni büdcə sistemi dedikdə bura iqtisadi münasibətlərin mövcud dövlət quruluşuna əsaslanan hüquqi normaların tənzimlənməsi və müxtəlif səviyyəli büdcələrin, eynilə də büdcədən kənar fondların məcmusu başa düşülür. Yəni, büdcə sistemi dövlətin maliyyə sisteminin başlıca həlqəsidir. Mən bunu sizə ötən dərslərimizdə də demişdim və əgər yadınızdadırsa, maliyyə sisteminin birinci qrupundan danışarkən mən sizə deməli bu məlumatları çatdırmışdım. Bəli, ölkənin büdcə sisteminin əsas deməli məqsədi büdcə quruculuğunun təmin edilməsidir. Büdcə quruculuğu büdcə sistemini əhatə edir və büdcə sistemi Azərbaycan Respublikasının büdcə sistemi, xatırladım ki, Azərbaycan Respublikasının deməli dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən ibarətdir. Yəni bələdiyyə büdcələrindən ibarətdir. Büdcə quruculuğundan biz danışarkən Azərbaycan Respublikasının büdcə sisteminin hansı prinsiplərə əsaslanması barədə məlumat verməliyik. İlk öncə büdcə sisteminin vahidlik prinsipinin deməli necə formalaşması haqqında mən sizi məlumatlandırım. Yəni vahid büdcə təsnifatı büdcə sənədlərinin formasından istifadə etməklə onun reallaşdırılmasını və tək vahid sosial-iqtisadi vergi siyasəti ilə təmin edilməsinə əsaslanır. Adından məlum olduğu kimi, bütün daxil olan mənbələrdən məlumatlar vahid bir hüquqi bazaya malik olmalıdır və eyni ilə deməli təsdiq edilməlidir. Yəni müxtəliflik ola bilməz. Vahid bir sistemdə təmərküzləşməlidir. Tamlıq prinsipi ikinci prinsipdir. Bu o deməkdir ki, büdcə sisteminin hər bir həlqəsində gəlir və xərclər onlar deməli tam şəkildə əks olunmalıdır. Reallıq prinsipinə gəldikdə deyə bilərəm ki, reallıq, yəni faktiki göstəricilərin həqiqiliyini göstərən bir prinsipdir. Aşkarlıq prinsipi, yəni təsdiq edilmiş büdcələri, onların icrası haqqında hesabatı Azərbaycan Respublikasının prezidentinin deməli göndərişi ilə
kütləvi informasiya vasitələrində dərc edilməsini tələb edir. Yəni mən yadınıza salım ki, ilin sonunda büdcə təsdiq edilərkən Milli Məclis tərəfindən böyük iclas zalında prezidentə bütün sahələr barəsində hesabatlar verilir və hesabatlar verilərkən deməli nazirlərin statistikası, nazirlərin verdiyi statistika orada aşkarlanır və sonra kütləvi informasiya vasitələrində dərc olunur. Büdcənin müstəqilliyi prinsipinə gəldikdə isə gəlirlərin xüsusi mənbələri, onlardan istifadə edilməsi qaydaları, yəni hüquqi şəkildə təmin edilir. Gəlirlərin xüsusi mənbələrinə hər bir büdcə səviyyəsi üçün gəlir mənbəyinin deməli gəlir mənbəyinin təyin edilməsi, daha sonra Azərbaycan Respublikasının subyektləri və yerli özünü idarə etmə orqanları tərəfindən müstəqil deməli təsdiq edilmiş deməli büdcələrə aiddir. Gəlir və xərclərdən danışarkən qeyd etmək lazımdır ki, mərkəzi icra və yerli idarə etmə orqanları müvafiq gəlir növləri və xərclərin həyata keçirilməsi üçün tam və qismən deməli səlahiyyətlidirlər. Büdcənin balanslaşdırılması, hər bir büdcə balanslaşdırılmalıdır. Yəni nəzərdə tutulmuş xərclərin həcmi büdcənin gəlirləri ilə deməli uyğunlaşmalıdır və eyni zamanda büdcə kəsrinin müəyyənləşdirilməsinə sərf edilən məbləğin həcminə uyğun olmalıdır. Ümumiyyətlə maliyyə sistemində və maliyyə sistemi dediyimiz kimi iqtisadiyyata müasir dövrdə deməli iqtisadiyyata söykənir. Yəni gəlirlər, xərclər aşırı dərəcədə bir-birindən fərqlənə bilməz. Onlar hamısı bugünkü iqtisadiyyatın bugünkü vəziyyətinə deməli söykənir. Ümumilik prinsipindən danışarkən deyə bilərik ki, bütün xərclərin ümumi gəlirlərdən maliyyələşməsi, yəni mən bayaq dediyim kimi balanslaşdırmadan danışanda bunu qeyd etdim ki, yəni gəlir hesabına xərclər müəyyən edilməlidir. Aşırı dərəcədə gəlirlərin olması da yəni düzgün deyil və aşırı dərəcədə gəlirlərdən xərclərin olması bu belə deyək də büdcəni çox belə deyək mənfi hallara sala bilər. Yeri gəlmişkən büdcənin gəlirlərindən mən gəlirləri barədə sizə məlumat vermək istəyirəm. Yəni büdcənin gəlirləri ilk növbədə xüsusi və tənzimləyici gəlirlərə bölünür. Xüsusi gəlirlər vergi gəlirlərindən, vergi olmayan gəlirlərdən ibarətdir. Tənzimləyici gəlirlər isə dövlət vergilərindən ayrımalar, məqsədli büdcə fondlarından vəsaitlər, yuxarı büdcələrdən, yəni deməli təqdim olunmuş dotasiya, subsidiya və subvensiya kimi qarşılıqlı hesablaşma qaydasında deməli təqdim olunan rüsum, yığım, ödənişlər və digər haqlardan ibarətdir. Büdcənin tənzimləyici gəlirlərinə eynilə də transfer ödənişləri deməli misal gətirə bilərik. Yəni dövlət büdcəsindən bölgələrin maliyyə problemini həyata keçirmək üçün xüsusi fondlardan ayrılan deməli transfer vəsaitlər vardır. Beləliklə Azərbaycan Respublikasının dövlət büdcəsi yerli büdcələrin vergi gəlirlərindən, yəni əsasən vergi gəlirlərindən ibarət tənzimləyici gəlirlər hesabına formalaşır və aşağı büdcələrin tarazlaşdırılması üçün bayaq qeyd etdiyim kimi dotasiya, subvensiya və subsidiya kimi geniş deməli vəsaitlərdən istifadə edilir.
Mən qeyd etmək istəyirəm ki, büdcə gəlirlərinin deməli təsnifatı büdcə gəlirlərini qruplaşdırmağa və müəyyən səviyyəli büdcələrin gəlirlərinin formalaşdırılmasını müəyyən etməyə stimul yaradır. Yəni gəlirlər bölməsi, onların mənbələri və alınması üsuluna görə konkret olaraq deməli istiqaməti təyin edir. Yəni bu gəlirlər, büdcə gəlirləri avtomatik olaraq 4 kateqoriyaya bölünür. Birincisi, yenə də qeyd edirəm, vergilərdən daxil olmalar, daha sonra sosial ayırmalar, qrantlar və digər deməli vergi olmayan gəlirlərdən ibarətdir. Xərclərə gəldikdə isə büdcə xərcləri iqtisadi baxımdan 2 hissəyə bölünür, əsaslı və cari xərclərə bölünür. Büdcənin gəlir və xərclərindən danışmışkən, yəni yeri gəlmişkən, mən 2025-ci ilə olan büdcə gəlirlərinin deməli gəlir və xərclərdən danışarkən mən sizin nəzərinizə çatdırmaq istəyirəm ki, 2025-ci ilə müəyyən edilmiş dövlət büdcəsinin gəlirləri və xərcləri barəsində statistika məlumatlarını göstərmək istəyirəm. Kəsir 3 milyard manatdan təxminən bir qədər çox təmin edilmişdir. Gəlirlərin strukturundan deməli söhbət açarkən mən qeyd etmək istəyirəm ki, gəlirlər sırasında 49% neft-qaz gəlirlərini təmin edir, 51% qeyri-neft sahəsi üzrə deməli gəlirlər təşkil edir. Vergi gəlirləri arasında deməli fiziki şəxslərin gəlir vergisi 1 milyard 989 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi 6 milyard 344 milyon manat, əlavə dəyər vergisi idxaldan 8 milyard 326 milyon 200 min manat təşkil etmişdir və eləcə də 2 milyona yaxın aksizlər, gömrük rüsumları deməli tərkibə daxildir. Xərclərin istiqamətindən danışarkən mən yenə də sizin nəzərinizə çatdırıram ki, büdcənin balanslaşdırma prinsipinə əsaslanaraq deməli büdcə xərcləri mütləq qaydada büdcənin gəlirlərinə əsaslanmalıdır. Yəni iqtisadiyyata söykələnməlidir. Aşırı dərəcədə qeyd etdiyim kimi deməli gəlirlər çox ola bilməz və yaxud xərclər, yəni kəsirin çox olması dövlət büdcəsini mənfi hallara sala bilər. Xərclərə gəldikdə isə iqtisadi baxımdan bu xərclər 2 hissəyə ayrılır. Deməli əsaslı xərclərə və deməli cari xərclərə. Əsaslı xərclər adından göründüyü kimi belə deyək, ağır çəkiyə, ağır faizə malik olan xərclərdir. Buna investisiya xərcləri deməli aiddir. 34,1% təşkil etmişdir. Cari xərclərə bizim növbəti sualımız büdcələr arası münasibətlər və büdcələrin tənzimlənməsi barədə olacaqdır. Qeyd edim ki, Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan bütün səviyyəli büdcələr, yəni büdcələr arası münasibətlər çərçivəsində qarşılıqlı əlaqədədirlər. Büdcələr arası münasibətlər aşağıdakı prinsiplərə əsaslanırlar. Yəni Azərbaycan Respublikasının büdcə sistemi səviyyəsində gəlirlər bölgüsü təmin olunmalıdır. Tənzimləyici gəlirlərin bölgüsü təmin olunmalıdır. Azərbaycan Respublikasının büdcə hüququna əsasən Naxçıvan Muxtar Respublikasının büdcə hüququ və eyni zamanda yerli büdcə hüquqlarının eyniliyi təmin olunmalıdır. Naxçıvan Muxtar Respublikasının büdcəsi, yerli bələdiyyə büdcələri
dövlət büdcəsi ilə münasibətlərinin eyniliyini, yəni təmin etməlidirlər. Hər bir büdcənin xərclərinin təmin olunması üçün deməli müvafiq gəlirlərin belə deyək, gəlirlərin olması nəzarətdə saxlanılır. Yəni nəzarət edilir, hər deməli büdcənin daxil olmasına nəzarət edilir və bu qanunvericiliyə əsasən vergi gəlirlərindən, dotasiyadan, subvensiyadan, kredit resurslarından ibarət olur. Vergi gəlirləri, bayaq da mən bunu sizə qeyd etdim, deməli, tam şəkildə müəyyən edilmiş miqdarda müvafiq büdcələrə daxil olan gəlirlərdir. Bura aiddir fiziki şəxslərdən torpaq vergisi, bələdiyyə vergilərindən danışanda mütləq qaydada deməli bu sahədən daxil olan vergiləri qeyd etməliyik. 4 vergi növü üzrə deməli büdcəyə vergi ödəyirlər. Fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və sonda bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Büdcələrin tənzimləyici gəlirlərinə bayaqlarda qeyd etdim mən bunu sizə. Transfer ödənişlər daxildir. Yəni transfer ödənişlər dövlət büdcəsindən və xüsusi fondlardan ayrılan vəsaitlərdir. Aşağı büdcələrin tarazlaşdırılması üçün dotasiya, subvensiya və subsidiyalardan deməli geniş istifadə olunur. Dotasiya bildiyiniz kimi dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir. Subvensiya yenə də məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən həm Naxçıvan Muxtar Respublikasının büdcəsinə və həm də bələdiyyələrə verilən, lakin deməli burada bir nüansı qeyd etmək lazımdır. Həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə deməli bu geri qaytarılmaq məcburiyyətində olan maliyyə vəsaitidir. Subsidiya yenə də dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir. Bizim növbəti axırıncı sualımız büdcə təsnifatıdır. Büdcə təsnifatı büdcə quruculuğunun ən mühüm tərkib hissəsidir. Yəni Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr, büdcə təşkilatları, büdcədən kənar dövlət fondları üzrə əməliyyatların aparılması, müqayisə olunması məqsədi ilə deməli Azərbaycan Respublikasının vahid deməli büdcə təsnifatı tətbiq edilmişdir. Büdcə təsnifatı dedikdə biz nə başa düşürük? Büdcə gəlirlərinin təsnifatı, büdcə xərclərinin funksional iqtisadi təşkilatı, onların prinsipləri tərtib olunmuş vahid deməli təsnifatı əks etdirir. Büdcə təsnifatının strukturu və tərkibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının büdcə sisteminin bütün səviyyəli büdcələrinin gəlir və xərclərini qruplaşdırılması ilə müəyyən edilir və onların məlum məsələdir ki, göstəriciləri mütləq qaydada müqayisə edilir. Büdcə təsnifatından danışarkən gəlirlərin, xərclərin detallaşdırılması, qruplaşdırılması, büdcəyə daxil olan göstəricilərin yoxlanmasını asanlaşdırır, daxil olmaların dinamik imkanlarını, müxtəlif gəlirlərin, xərclərin
xüsusi çəkisini və ya tələbatların ödənilməsini təmin edir. Təsnifat smetalarının büdcələrin məcmusuna şərait yaratmasını, onların iqtisadi təhlilinin aparılmasını, vaxtında büdcəyə cəmləşməsini, məqsədli istifadə edilməsi nəzarət sistemini də sadələşdirmiş olur. Və müxtəlif səviyyəli büdcələrin müstəqilliyi şəraitində təsnifat bütün büdcə növlərini, yəni vahid metodologiya baxımından müqayisəsini asanlaşdırır. Hal-hazırda fəaliyyətdə olan Azərbaycan Respublikasının vahid büdcə təsnifatı strukturuna deməli, aşağıda göstərilənlər aiddir. Birinci, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı. Bunu slaytda siz açıq aydın görə bilirsiniz. İkinci, Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı. Üçüncü, Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı və sonda deməli Azərbaycan Respublikasının büdcə xərclərinin inzibatı təsnifatı. Və qeyd etmək istəyirəm ki, büdcə gəlirlərinin qruplaşdırılması məhz büdcə təsnifatının, büdcə gəlirlərinin təsnifatını müxtəlif səviyyəli büdcələrin gəlirlərinin formalaşmasının bir növ mənbəyini müəyyən edir. 4 kateqoriyadan ibarətdir dediyim kimi büdcə gəlirlərinin təsnifatı. Bunu mən sizə bayaq da qeyd etmişəm. Vergilərdən daxil olmalar, sosial ayırmalar, qrantlar, digər gəlirlər. Və beləliklə də funksional təsnifat həm bölmə, köməkçi bölmə və digər səviyyələrdə rəqəm bölməsi, köməkçi rəqəm bölməsi, üçüncü rəqəm bölməsi ilə göstərilə bilir. Eyni zamanda Azərbaycanın büdcə xərclərinin iqtisadi təsnifatı öz məzmununa görə bütün səviyyəli büdcələrin xərclərinin qruplaşdırılmasından ibarətdir.